Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Dəstəmazı pozan şeylərə toxunur. Müəllif rahmehullah ona keçək. Müəllif rahmehullah buyurur ki: "Və navaqiduhu semaniye." Dəstəmazı pozan şeylər 8-dir. Dəstəmazı pozan şeylər 8-dir. El-xaricu minəs-səbileyn. İki yerdən çıxan nə varsa, bunların hamısı dəstəmazı pozur. Vəl-xaricul fahişin necis minəl cəsəd. Cəsəddən qəliz olan nəcasətin çıxması cəsəddən. Cəsədin hər hansı bir yerindən nəcis olan və yaxud da nəcisliyi sərt olan bir şeyin bədəndən çıxması dəstəmazı pozur. Həmçinin və zəvalul aql və ağlın getməsi dəstəmazı pozur. Və məssul mar'ati bi şəhvə, qadına şəhvətlə toxunmaq, əl vurmaq, bu da dəstəmazı pozur. Və məssul fərci bil yedi qubulən kənə əv dubura, və insan övratına əlini vurması, istər arxa tərəf, istər ön tərəf, bu da dəstəmazı pozur. Və əklu ləhmül cüzur, dəvə ət yemək də dəstəmazı pozur. Və təğsilul meyyit, ölüyü yemək də dəstəmazı pozur. Və riddətu anil İslam, əadənallahu min zəlik, və İslam dinindən murtədd olmaq, iman gətirdikdən sonra küfrə dönmək də, bu da insanı dəstəmazını pozan şeylərdən. Təbii ki, yəni ki, murtədd olanda adam nəinki dəstəmaz, hər şey onunla barabar çıxıb gedir. Bunun şərhinə gəldikdə isə qardaşlar, ilk müəllif rahimehullah zikr etdiyi nədir? İki dənə çıxışdan, iki dənə məxrəcdən çıxan nə varsa, bunların hamısı dəstəmazı pozur. İstərsən, yəni ki, başa düşürsünüz bunları, öndən, arxadan çıxan nə varsa, bunların hamısı dəstəmazı pozur. İstərsən böyük, istərsən kiçik, istərsən qaz, istərsən qan olsun, istərsən məni olsun, istərsən məzi olsun, istərsən vədi olsun. Bunların hamısı dəstəmazı pozur. Bunların, yəni ki, hamısı məlumdur, lakin məni bilirsiniz nədir? Məni şəhvətlə insandan gələn mayedir. Yəni, bu ancaq şəhvətlə olur. Məzi nədir? İnsan həddi buluğa çatandan sonra adətən insanda ola bilir o, ayaq yoluna getməzdən qabaq gedib, məsələn, şəhvət olmayıb gedib, orada nəsə görür ki, nəsə gəlib ondan. Bu da olur. Vadi isə, o isə sidikdən sonra, ayaq yoluna çıxdıqdan sonra, su yoluna çıxdıqdan sonra insanda bir qatı şey gələ bilir. Təbii ki, yəni adam su yoluna çıxandan sonra dəstəmazı pozulur. Yəni bu da ona aiddir. Yəni sadəcə bu onu qəsd etmək istəyirəm ki, nə məzi, nə vədi məni deyirlər. Yəni bunlar dəstəmazı pozan qismdəndir. Bu barədə hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "La yaqbalullahu salata ahadikum iza ahdatha hatta yatawadda." Allah Taala sizlərin namazını qəbul etmir, dəstəmazı pozulanda ta dəstəmaz almadıqca. Hədisi İmam Buxari rivayət edib. İmam Buxari rahmehullah 6454 nömrəli hədisdə, həmçinin Müslim rahmehullah 538 nömrəli hədisdə rivayət edib. Hədisi rivayət edən sahabə isə Əbu Hüreyrə radiyallahu anhu olub. İkinci dəstəmazı pozan şey müəllif rahmehullah deyir ki: "El-xaricu el-fahiş en-necis minel-cəsəd." İki yerdən, iki məxrəcdən əlavə bədəndən çıxan qatı və yaxud da sərt nəcis dəstəmazı pozur. İrin, qan, bunun kimi şeyləri nəzərdə tutur müəllif. Bu məsələ, möhtərəm qardaşlar, icma olunan məsələlərdən deyil. Birinci şərtdə, birinci dəstəmazı pozanda gələn bu icma məsələsidir. Bunda ixtilaf yoxdur. Lakin iki məxrəcdən əlavə başqa yerdən nəcis çıxarsa, bunun dəstəmazı pozmasın, elm əhlinin arasında ixtilaf var və bu qədimi bir ixtilafdır. Məsələn, qanun dəstəmazı pozması, irinin dəstəmazı pozması və buna bənzər şeylər. Elm əhli ən məşhur bu məsələdə iki rəyi dəstəkləyirlər. Məsələn, qanun çıxma məsələsində, misal üçün, bir toplum alim deyir ki, adamdan qan çıxarsa bədəndən, İstər burundan olsun, istərsən qulaqdan olsun, istərsən ağızdan, istərsən qol kəsilmiş olsun, istərsən yaradan olsun, qan dəstəmazı pozur.
Birinci rəy, bunu deyir ki, qan dəstəməzi pozur. Bu məsələdə ən məşhur Hənəfi məzhəbidir. Bu məsələdə ən məşhur Hənəfi məzhəbidir və İmam Əhməd ibn Həmbəldən də bu barədə səhv etmirəmsə rivayət var ki, o da bu rəyi dəstəkləyir. Lakin bu rivayət İmam Əhməd ibn Həmbəldən məşhur deyil. İkinci rəydə, möhtərəm qardaşlar, bu qəti şəkildə dəstəmazı pozmur. Bu qəti şəkildə çıxan qan, irin, bunların heç biri dəstəmazı pozmur. Ona görə ki, bunu deyən alimlər deyir ki, bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellemdən zəif də olsa bir əsər, əlamət yoxdur. Zəif də olsa bir hədis yoxdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem desin və yaxud da qan baş verdiyi zaman Peyğəmbər dəstəmaz alsın və yaxud da sahabələrin hər hansı biri bunu eləsin. Əksinə, şəriətdə dəlillər var ki, sahabələrin bir çoxundan qan baş verib və o dəstəmaz almayıb. Xüsusən də bilirsiniz, əksər sahabələr yaralı idilər. Əksər sahabələr yaralı idilər. O vaxtı döyüşlər tez-tez olduğuna görə İslam dinində sahabələrin əksəriyyəti deməsək də bir çoxu yaralı idi. Və bunların dəstəmazı təzələdiyi heç vaxt qana axdığı görə və xatırlanmır. Və ən məşhur rivayətlərdən biri, o iki sahabə ki olur, ribatda olurlar, biri ansarlardan olur, biri mühacirlərdən. Ribat nədir? Düşmənlə sərhəddə qorumaq, yəni düşmənlə, müsəlmanlarla qeyri-müsəlmanların arasında gözətçilər. Ribat budur. Orada iki sahabə olur, uzun qıssadır bu. Orada önəmli olan nədir? Bir sahabə gözətçi olduğu zaman düşmən sahabəni yaralayır. Gecə hücuma keçmək istəyəndə görürlər ki, növbətçi var və deyirlər ki, bu növbətçini öldürək, sonra müsəlmanlara qarşı hücuma keçək. Bu sahabeyi ox atırlar, elə bilirlər ki, dəymədi. İkinci ox atır, elə bilir dəymədi. Üçüncü ox atır, elə bilir dəymədi. Amma oxların hamısı sahabənin belinə batmış olur. Arxa tərəfdən vurmuş olurlar sahabəni. Lakin sahabə namaz əsnasında olur. Çıxmır namazdan, hətta oxlar batsa belə. Hətta oxlar batsa belə, qardaşlar, diqqət yetirin. Namaz sahabələrin gözündə bu qədər əzəmətli idi. Bu qədər əzəmətli idi. Yuxuya görə onlar namazı tərk eləməzdilər. Və işə görə onlar namazı tərk eləməzdilər. O qədər, hər şeydən, ruhlarından belə əziz idi namaz onlara. 3 dənə ox belinə batır. Sahabə namazı bitirdikdən sonra yanındakı dostunu durğuzur ki, artıq mən yaralanmışam, dur növbəti sən tut. Baxır, deyir ki, subhanallah el-azim, sən bu qədər yaralanmışsan, nəyə görə, yəni ki, ölüm ayağında məni durğuzursan, nəyə görə ilk ox batdıqda məni durğuzmadın? Çünki mən Quran Kəhf surəsini oxuyurdum namazda. İstəmədim ki, Kəhf surəsini yarımçıq qoyam, namazı kəsəm və mən səni durğuzam. Baxın, sahabələr belə olublar, sahabələrdə iman belə olub. Burada bu xəbər Peyğəmbərə çatdıqda Peyğəmbər sallallahu aleyhi ve sellem o sahabəyə səna eləyir. O sahabəyə səna eləyir, o sahabəni öyür. Əgər dəstənməzi pozmuş olsaydı qan, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verməzdim ki, onun qıldığı namaz, onun qıldığı namaz batildir və yaxud da qan dəstəməzi pozur. Kimdə qan axma baş versə, o adam dəstəmazını təzələmədikcə namazında davam etməsin. Peyğəmbər s.ə.v haqqında haqqı vaxtında bəyan etməyi gecikdirmək olmaz. Peyğəmbər s.ə.v haqqında haqqı lazım olan yerdə bəyan etməkdən gecikdirmək olmaz. Və bu usulda olan ən məşhur qaydalardan biridir. Peyğəmbər s.ə.v bunun deməməsi açıq-aşkar bəllidir ki, qardaşlar, qan dəstəmazı sahabələrin arasında pozan bir amil kimi tanınmayıb. Və üçüncü rəydə çıxır. Məşhur dedik ki, 2 rəydir. Üçüncü rəydə çıxır. Lakin üçüncü rəydə eyni birinci rəyə bənzəyir. Üçüncü rəy nə deyir? Deyir, əgər az çıxarsa pozmur, əgər çox çıxarsa pozur. Təbii ki, buna dəlil lazımdır, qardaşlar. Buna dəlil lazımdır. Bu məsələyi mən oxuduğum zaman bir neçə il əvvəl bu biraz məni düşündürdü. Və axtarışa başladığım zaman baxdım ki, müasirlərdən də deyən var, misal üçün Şeyx Fovzan rahimehullah. Lakin əsasında dəlil tapa bilmədik. Əsasında dəlil tapa bilmədik və təbii ki, alimlərin rəylərinə hörmət olunmalıdır. Onların rəyləri zikr olunmalıdır. Ola bilsin ki, nə vaxtsa hansısa rəyə güclü dəlil tapılsın və bu daha təyid olunsun. Lakin hal-hazırda qanun və irinin dəstəmazı pozmağının doğru olmasına dəlil tapmadığıma görə, ona görə ikinci rəyin daha doğru olmağını, yəni ki, inşallah səhih olduğunu etiqad edirik. Və bu məsələ
bu məsələ biraz nədir? Alimlərin arasında dediyimiz kimi qədimi zamandan dartışılır. Bəzi alimlər çox olarsa üçüncü rəyi daha çox dəstəkləyir. Xüsusən müasirlərdə məsəl İbn Baz rəhməhullah, Fovzan rəhməhullah Fətəvə Ləcnədə də gəlmişdir ki, əgər çox çıxarsa pozur, və bunu bəzi tabeinlərə hal edirlər ki, bəzi tabeinlər bu fikirdə olublar. Lakin dediyimiz kimi, qardaşlar, dəlilə ehtiyacı var. Əgər kimsə dəlil gətirsə ki, sahabələrdən və yaxud Peyğəmbər s.ə.v-dən ki, qan çıxmaq, dəstəmazı pozur və yaxud da fərq var azla çıxmağı ilə çoxma çıxmağından, onda o zaman biz doğru olan rəyi, dəlil daha güclü olan rəyi götürməyə daimə hazırıq. Və həmçinin qanın dəstəmazı pozmadığına dair dəlillərdən ən məşhuru, Ömər ibn Xattab radiyallahu anh'ın dövründə Ömər ibn Xattabın burnundan bir dəfə qan açılır. Namazdaykən burnundan Ömər ibn Xattabın qan açılır və namazdaykən arxa-arxaya gedərək bir parça götürür əlinə, bir parça, yəni ki, örülmüş bir parça və onu burnuna qoyur və qanı qabağını bağlayır. Ta namazını bitirənə kimi. Ona görə bu əsəri bəzi faqihlər, bəzi İslam alimlər dəlil gətirirlər ki, İslam dinində həm qan dəstəmazı pozmur, həm də yüngülvari ehtiyac olduğu zaman namazda hərəkət etmək olar. Və yüngülvari ehtiyac olduğu halda namazda hərəkət etmək namazı batil eləmir. Həmçində Ömər ibn Xattabın bu feilini buna dəlil gətirirlər. Ömər ibn Xattabın rəhməhullahın feilini buna dəlil gətirirlər. Növbəti müəllif rəhməhullahın zikr etdiyi, üçüncü dəstəmaz pozan şey ağlın getməsidir. Ağlın getməsidir və ağlın getməsi, möhtərəm qardaşlar, bir neçə yolla olur. Birincisi, insanın dəli olması. Bəzi insanlar var, ağıl gedib gəlir. O, bizdə demişkən, tutması tutur. Belə halda insan ağlı getdisə, dəli oldusa, o insan ağlı gəldikdə dəstəmazı alması lazım, dəyişmək. İkincisi, məsələn, ağlın getməyinə elm əhli götürür, insanın bizdə demişkən, keyflənməsi, piyan olması, içib sərxoş olması, bunda elm əhli deyir ki, bu da ağlın getməsinə dəlil, çünki adam əksər hərəkətlərini kontrola ala bilmir, əksər hərəkətlərini nəzarət elə bilmir, nəinki danışığını düzgün danışa bilmir və təsəvvürü düzgün olunmur, nəinki dəstəmaz pozulma ehtimalı bunda daha çox olur. Və həmçinin ağıl getmək məsələsindəndir insanın özündən getməsi. İnsanın özündən getməsi, ağlını itirməsi, bu da ağlın getməsinə dəlalət. Həmçinin yatmaq, həmçinin hissiyyəti aradan qaldıran şəkildə yatmaq, hissiyyəti aradan qaldıran şəkildə yatmaq da dəstəmazı pozan amillərdəndir. Bu kəlməyə diqqət etirin, çünki yatmağı elm əhli iki yerə bölür. Hissiyyət ola, bir də hissiyyət olmaya. Yəni bir adam mürgüləyir, oturur məsələ, bax bu bizi şəkildə oturur və mürgüləyir. Yerdən baxan adam bunun yatdığını deyir. Hətta ola bilsin ki, biraz xırıltı səslə eşlərsən burundan, başından. Amma bu adamın yanında məsələ danışılan hər şey eşidir. Olunan hərəkətləri duyur, hiss edir. Bu yatmaq sayılmır, həqiqi mənada. O birisi də var, yatmaqdır. Məsələ, Allah kömək olsun, yanında nə hərəkət eləsən, xəbəri yoxdur. Danışılan eşitmir, heç bir şeydən hissiyyəti olmur. Deməli, nəzərdə tutulan hissiyyəti aradan qaldıran yuxudur. Belə olduğu zaman, qardaşlar, o adam mütləq dəstəmazını qaytarmalıdır. İmam Muslim rəhməhullah səhih kitabında 376 nömrəli hədisdə Ənəs ibn Məlik radiyallahu anh hədisində buyurmuşdur ki, bayaqki məsələ ilə ilgili Kənə ashab-ı Rasulillah sallallahu aleyhi ve sellem yənəmun thumma yusallun və la yətəvaddaun. Baxın, yuxunun iki qismi bölünməsinə dəlil budur. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri yatardılar, sonra durardılar, namaz qılardılar və dəstəmaz almazdılar. Hansı yuxuya aiddir bu? Gecə axşamdan saat 12-dən səhər saat 4-dən yatırsan, o yuxuya mı aiddir bu? O mürgüyə aiddir, möhtərəm qardaşlar. Sahabələr bilirsiniz, indiki dövrdəki kimi deyillərdi. Onlar gecə-gündüz Allah yolunda çalışarlardı. Gecə-gündüz, bəzən
nə olardı? Məğrib namazından sonra oturarlardı, işa namazını gözləyərlərdi və oturduqları halda onları mürgü tutardı. Hətta bəzilərindən xorultu səs gələrdi. Otura, amma hissiyyət getməzdi. Peyğəmbər s.ə.v aralarına girərdi, iqamə olunduğu zaman durarlardı, namazlarını qılarlardı və bunlar dəstəmazı almazlardı. Çünki hissiyyət uyğu ilə barbar onlardan qalıqmamış olardı. Və Əbu Davudda gələn başqa bir ləfz var, 200 nömrəli hədisdə Peyğəmbər s.ə.v gəlir. Kənə ashab-ı Rasulillah s.ə.v yəntəzirunəl işə'il əxir həttə təxfiqə ruusuhum thumma yusalluna və la yətəvaddaun. Peyğəmbər s.ə.v sahabələri işə namazını gözlədikdə mürgüdən hətta başları az qala yerə dəyirdi. Otura, mürgüyə gedə az qala başları yerə dəyirdi və elə olduğu zaman təkrar qalxarlardı. Və bu halda onlar dəstəmazlarını qaytarmadan namazlarını qılarlardı. Buradan o başa düşülür ki, möhtərəm qardaşlar, yatmağın özü illa da dəstəməzi pozan amillərdən deyil. Həddi zatında pozan deyil, lakin dəstəmazın pozulmasına səbəb olan, pozulmasına şübhə yaradan bir amildir. Şübhə gətirən bir amildir. Yəni, yatan adam ehtimal var ki, dəstəmazı pozuldu. Ehtimal var mı, yoxdur mu? Var ehtimal. Deməli, bu ehtimal olduğuna görə deyir elm əhli ki, yuxu dəstəmazı pozur. Ağır yuxu dəstəmazı pozur. Həmçinin hədis var, Peyğəmbər s.ə.v-dən buyurur ki, Vika'us səhhil əl-əynən fəmən nəmə fəlliyətəvadda. Deyir ki, Peyğəmbər s.ə.v belə deyək, bizim hətta başa düşək, torbanın, meşəyin o ağzından belə dolaq-dolaq olaraq çəkirsən, bağlayırsan. Məsələn, dağarcıqlar olur, çəkirsən, belə ağzını bağlayırsan. Peyğəmbər s.ə.v deyir ki, meşəyin ağzını bağlayan o ip gözlərdir. Başa düşdünmü? Gözlər yumuldusa, açılır ağzı. Başa düşdünüzmü? Dedi, kim yəni ki, yatdısa, yəni gözləri yumuldusa, o ağzı açılır və o adam dəstəmazı təzələsin. Hədisi İmam Əbu Davud rivayət edib, rahiməhullah, 203 nömrəli hədisdir. Əli radiyallahu anhudan isnadı isə həsəndir və həsənləşdirəndən, isnadını həsən görənlərdən Şeyx Alban rahiməhullah və həmçinin İmam-ı Nəvavi vəl-Munziri və bin-i Salah. Burada dərsi dayandırıram inşallah. Gələn dərsdə də növbəti məsələlərə toxunacaq. Allah bizə eşitib faydalardan etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin və sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə əlihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.